Deputat Razi Nurullayev 8 aydır pulunu ala bilməyən ustalarla bağlı bir açıqlama verib. Razi Nurullayev belə qeyd edib ki, heç bir vəzifəli şəxs qohumlarının bütün fəaliyyətinə görə hüquqi və ya mənəvi məsuliyyət daşıya bilməz. Əlbəttə ki, Razi müəllim, heç kəs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşımır. Amma əgər siz mənim videomu diqqətlə izləyibsinizsə, görübsünüz ki, orada söhbət tamam başqa bir məsələdən gedir. Baxın, Razi müəllim, bir nəfər deyil, bir qrup vətəndaş iddia edir ki, biz bu obyektdə işləmişik, 8 aydır pulumuzu ala bilmirik. Bizi deputat Razi Nurullayevlə qorxudurlar. Deyirlər ki, bu obyektin arxasında Razi Nurullayev dayanıb və sizin qardaşınızın adını çəkirlər. Jurnalist olaraq belə bir sual verdim. Bu nə məsələdir, Razi müəllim? Bununla bağlı bir açıqlama gözləyirik sizdən. Bəli, bir açıqlama veribsiz, amma o açıqlamada bir kəlmə də vətəndaşların sizinlə qorxudulması ilə bağlı cümləyə rast gəlmədim. Məsələn, sizə maraqlı deyil, o obyektin sahibi kimdir? Niyə o obyektin sahibi vətəndaşları sizinlə qorxudur? Niyə sizin adınızı çəkir? Məsələn, əgər vətəndaşları mənimlə, jurnalist Könül Cəfərli ilə qorxutsalar, mənə maraqlı olar. Kim qorxudursa, gedərəm o qorxudanı taparam, soruşaram ki, sən kimsən, hansı haqla mənim adımı çəkirsən, mənim adımdan istifadə edirsən, axı bu özü də bir qanun pozuntusudur. Mənim üçün maraqlıdır və düşünürəm ki, vətəndaşlar üçün, izləyicilər üçün də maraqlıdır. Razi müəllim, siz heç o obyektin sahibi ilə tanış oldunuzmu, yaxud tanışsınızmı? Heç maraqlandınızmı, niyə insanları məhz sizinlə qorxudurlar? Əgər qorxudurlarsa, o obyektin sahibini hüquq mühafizə orqanlarına şikayət etdinizmi? Və siz də iddia edirsiniz ki, jurnalistlər sizə böhtan atır, sizə qarşı böhtan kampaniyası aparılır. Sizcə kim sizin nüfuzunuza daha çox zərər verir? Bu haqda danışan jurnalistlərmi və obyektiv danışan jurnalistlərmi? Hər halda mən öz adıma deyirəm, digər jurnalistlərin kiminlə danışdığından xəbərim yoxdur. Yoxsa vətəndaşlara haqsızlıq edib, onları sizinlə qorxudan obyekt sahibimi? Kim? Və mən deputat olaraq gözləyərdim ki, açıqlamanızda bir cümlə də 8 aydır maaşını ala bilməyən vətəndaşlar haqda olsun. Siz heç maraqlandınızmı o vətəndaşların niyə pulu verilmir? Bəs o vətəndaşların pozulan haqları haqqında kim danışsın, Razi müəllim? Biz danışmayaq, siz danışmayın. Obyekt sahibi də onları qorxutsun, pulunu ala bilməsinlər. Bəs bu insanlar kimə danışsınlar? Kim danışsın onlar haqqında? Kim?